Bu dəfə fərqli olaraq istədim videonun açılışını belə bir maraqlı rəqs ilə edim. Belə bir formada sizi salamlayım. Yeni videoda sizi xoş gördük. Hər kəsə salam olsun təkrar. İnşallah ki, hər şey yolundadır sizin üçün. Bu dəfə isə sizi Montenegronun Bar şəhərindən salamlamış oluram. Bu videoda da gördüyünüz kimi Bar şəhərini, açılışını isə sizə Barın bit bazarından salamlamış oldum. Biz barda bit bazarına girmişik. Özümüz də gözləmədiyimiz halda bu bazar qarşımıza çıxdı təsadüfən. Bu gördüyünüz dostum Kabuldur. Və onunla birlikdə bu şəhəri gəzməyə gəlmişik. Və bu şəhər haqqında sizə digər vloqda da olduğu kimi əslində bu vloqda həm Bar şəhəri, həm Budva şəhəri haqqında sizə qısa məlumatlar, tarixi maraqlı faktlarını falan sizə izah edəcəm. Montenegronun Bar şəhəri ölkənin ən mühüm liman şəhərlərindən biridir və Adriatik dəniz sahilində yerləşir. Şəhər həm qədim tarix, həm də müasir turist həyatı ilə tanınır. Təxminən əhalisi 45-50 min nəfərdir. Bar bələdiyyəsi mərkəzidir və ətrafında çoxlu kənd və sahil qəsəbələri vardır. Barın tarixi çox qədimidir və burada insan məskənlərinin izləri eramızdan əvvəl köhnə əsrlərə qədər gedib çıxır. Şəhərin qədim adı Antivari olub, İtalyanca Antivari barın qarşısında mənasındadır. O vaxtlar Venesiya Respublikası, sonra Osmanlı İmperiyası və nəhayət Montenegroya aid olub. Bar ətrafı ilk dəfə İllirlilər tərəfindən məskunlaşıb, sonra Roma İmperiyası tərkibinə keçib. Bar mühüm ticarət və dəniz limanı kimi inkişaf edib, burada xristian yepiskoloğu yaranıb. 15-19-cu əsrlər şəhər uzun müddət Osmanlı İmperiyasının nəzarəti altında olub. 1571-1878-ci illərdə bu dövrdə həm də İslam, həm də xristian mədəniyyəti izləri formalaşıb. 1878-ci ildə Berlin Konqresi nəticəsində Bar Montenegroya birləşdirildi. İkinci Dünya müharibəsi şəhər bir müddət İtalyan və Alman işğalı altında qalır, sonra azad edilir. Müasir dövrdə bugün Bar həm də turizm, həm ticarət, həm də dəniz nəqliyyatı baxımından Montenegronun əsas mərkəzlərindən biridir. Bar limanı Montenegronun ən böyük dəniz limanıdır, ölkənin əsas idxal və ixrac nöqtəsidir. Dəmir yolu ilə Bar, Belqrad xətti Balkan regionuna mühüm nəqliyyat marşrutudur. Şəhərdə turizm, balıqçılıq, zeytun yağı istehsalı və kiçik sənaye sahələri inkişaf edib. Barın maraqlı yerləri Stari Bar, köhnə bar, yəni qədim
qala divarları, kilsə, məscid, qalaları ilə dolu tarixi şəhərdir. Bar limanı və sahili bulvarı müasir kafelər və restoranlarla dolu gəzinti sahəsidir. Kral Nikola sarayı köhnə əsrlərdə tikilmiş saray indi muzey kimi fəaliyyət göstərir. Stari Maslina qoca zeytun ağacı təxminən 2000 yaşında olan dünyanın ən qədim zeytun ağaclarından biridir. Stari Bar Montenegronun Bar şəhərində dağ yamacıdır. Ruminiya dağının ətəyində təxminən 4 kilometr məsafədə yerləşir. Şəhər təxminən 440 metr yüksəklikdə salınıb və keçmişdə müdafiə məqsədi ilə dağlıq ərazidə inşa olunub. Qədim şəhərin xarabalıqları bugün açıq səma altında muzey kimi görünür. Bizans imperiyası dövründə Bar yepiskopluğu yaradıldı. Şəhər dini və ticarət mərkəzinə çevrildi. Daha sonra Serb Nemaniç sülaləsi dövründə inkişaf dövrünü yaşadı bu Bar şəhəri. 1575-ci ildə isə Osmanlı İmperiyası tərəfindən fəth olundu. Bu dövrdə şəhərdə məscidlər, hamamlar və şərq üslubunda bazarlar tikildi. 1878-ci ildə Berlin Konqresi ilə Montenegroya keçdi. 1979-cu ildə isə güclü zəlzələ nəticəsində Stari Bar demək olar ki, tamamilə dağıldı. Bundan sonra şəhər tərk edildi və sakinlər dəniz sahilindəki yeni Bar şəhərinə köçdülər. Stari Barda həm xristian, həm də İslam memarlığına aid binalar var. Bu da şəhərin çox mədəniyyətli tarixini göstərir. Bu şəhərdə yay aylarında festival və musiqi tədbirləri də keçirilir. Bar şəhərini niyə gəzməyə dəyər, bunu mən sizə izah edim. Tarix, təbiət və mədəniyyəti birləşdirdiyi unikal bir şəhərdir Bar şəhəri. Dağ mənzərələri və dəniz panoraması çox gözəldir. Qədim qala divarları içində gəzmək sanki keçmişə səyahət kimidir. Osmanlı İmperiyası 1571-ci ildə Stari Barı fəth etdi və şəhər təxminən 300 il ərzində Osmanlı hakimiyyəti altında qaldı. Bu dövrdə Bar mühüm inzibati, ticari və hərbi mərkəzlərdən biri idi. Osmanlılar şəhərdə yeni tikililər, bazarlar və su sistemləri saldılar. Beləliklə şəhərin memarlıq siması əsaslı şəkildə dəyişdi. Bu dövrdə tikilən bir neçə tikilini sizə saymaq istəyirəm. Ömər Basika məscidi 17-ci əsrdə tikildi. Adını yerli müsəlman ailədən aldı. Məscid kiçik, lakin çox zərif memarlığa malikdir. Küpvari günbəz, daş minarə və sadə ornamentlər ilə seçilir. Uzun illər istifadəsiz qaldı, lakin 2000-ci illərdə bərpa olundu. Bu məscid Osmanlı dövründə şəhərdəki dini həyatın mərkəzi idi. Türk hamamı, yəni Stari Bar hamamı 17-ci əsrə aid Osmanlı hamam memarlığına klassik nümunəsidir. İki hissədən ibarət idi: soyuq və isti bölümlər. Daş və kərpicdən tikili, tavanında buxarın çıxması üçün kiçik dairəvi deşiklər var idi. Zamanla tərk edilib, amma divarlarının və tavanının böyük hissəsi bu günə qədər də qorunub. Stari Bar su kəməri 17-ci əsrdə Osmanlılar tərəfindən inşa edilib. Məqsəd şəhərə Ruminiya dağından su gətirmək idi. Uzunluğu təxminən 1000 metr 17 tağdan ibarətdir. Su kəməri həm texniki, həm də memarlıq baxımından dövrün möcüzəsi sayılırdı. 1979-cu ildə zəlzələdən zədələnsə də sonradan bərpa olundu. Köhnə qala divarları və qüllələr Osmanlı dövründə Stari Barın müdafiə sistemləri yeniləmişdi. Qüllələrdə Osmanlı hərbi qüvvələri yerləşdirilirdi. Qalanın içərisində bazarlar, ambarlar, kiçik mədrəsələr və ibadət yerləri mövcud idi. Qalanın içərisində kiçik bazar küçələri olub. Burada yerli əhali
Zeytun yağı, ədviyyat, parça və əl işləri satırdı. Bazarın bəzi daş döşəmələri və mağaza izləri bu gün də qalmaqdadır. Osmanlı dövründə Stari Bar çoxmillətli şəhərə çevrildi. Türk, Alban, Slavyan və yerli Monteneqrolular bir yerdə yaşayırdılar. Şəhərdə məscidlərin azan səsi və kilsə zənglərinin səsi eyni anda eşidilirdi. Mətbəxdə və gündəlik həyatda Osmanlı təsiri hiss olunurdu. Zeytun yağları ilə bişən yeməklər, qəhvə mədəniyyəti, şərq ədviyyatları və şirinlikləri, baklava və lokum kimi sair şirinliklər mövcud idi. 1878-ci ildə Bar Monteneqroya birləşdiriləndə bir çox müsəlman ailə Türkiyəyə və Albaniyaya köçdü. Lakin bir hissəsi burada qalaraq öz dini və mədəni kimliyini qorudu. Bugün Bar şəhərində və ətrafında hələ də fərqli müsəlman icmaları mövcuddur. Bosniyaklar əsasən şimaldan gələnlər, Alban müsəlmanları öz dillərini və adətlərini qoruyurlar. Türk mənşəli ailələr çox az sayda qalıb, lakin tarixən ən önəmli rola malikdirlər. Bar bələdiyyəsinin əhalisinin təxminən 30-35% müsəlmandır. Şəhərin özündə və yaxın kəndlərdə ondan çox məscid fəaliyyət göstərir. Ən tanınmış məscidləri Ömerbaviç məscidi Stari Barda yerləşir, Osmanlı dövrünə aiddir. Yeni Bar məscidi Nova Zavniya məscidi dövrünün tikilmiş əsas ibadət mərkəzidir. Dobra Voda və Suzana məscidi sahil bölgələrindəki icmalara xidmət edir. Müsəlman icması Monteneqro İslam Birliyi vasitəsilə təşkilatlanıb. Bayramlarda, Ramazan və Qurban bayramlarında böyük tədbirlər keçirilir. Bu meyveli yoğurtlar bir kafa yapıyor. Anlamaktan emin ediyorum. Bak çatılıyorum. Və videonun əvvəlində də qeyd etdiyim kimi, bu videoda sizin üçün iki şəhər haqqında danışacağım. İkinci şəhərimiz isə Budva şəhəridir. Artıq videoda, görüntülərdə biz Budva şəhərindəyik. Budva Monteneqronun ən məşhur turistik şəhərlərindən biridir və həm tarixi, həm də dəniz kənarı gözəlliyi ilə tanınır. Adriatik dənizinin incisi sayılan Budva hər il 100 minlərlə turist cəlb edir. Əhalisi təxminən 25-30 min nəfər, amma yayda turistlərlə birlikdə bu rəqəm 200 minə qədər artır. Budvanın yaşı təxminən 2500 il. Bu, Budvanın Adriatik sahilinin ən qədim şəhərlərindən biri edir. Budva çox köhnə bir qədim şəhərdir və tarixi Yunan və Roma dövrlərinə qədər gedib çıxır. Əfsanəyə görə şəhəri Yunan qəhrəmanı Kadmos salıb. O, Pinkiyadan qovulduqdan sonra Adriatik sahilinə məskunlaşıb və Budva şəhərini yaradıb. Budva ilk dəfə qədim Yunan məskəni kimi qeyd olunur. Daha sonra Roma imperiyası daxil olur.
O dövrdə şəhərdə liman və yollar, tikililər salınır. Daha sonrakı əsrlərdə Bizans dövrü Budvada mühim dini və ticarət mərkəzi idi. Daha sonrakı əsrdə şəhər Venesiya Respublikasının tərkibinə keçir və bu dövr Budva memarlığında dərin iz buraxır. 1797-1918-ci il Avstriya-Macarıstan imperiyası hakimiyyət dövrüdür. Daha sonrakı əsrlərdə Yugoslaviya dövründə Budva turizm mərkəzinə çevrilir. 1979-cu ildə güclü zəlzələ nəticəsində şəhərin köhnə hissəsi Stari Grad zədələnir, lakin sonradan bərpa olunur. Stari Grad köhnə şəhər Budvanın ürəyi sayılır. Dar daş küçələr, qədim evlər və qala divarları ilə Venesiya üslubunu əks etdirir. Burada çoxlu kilsələr, muzeylər, restoranlar, suvenir mağazaları yerləşir. Şəhər divarlarından dənizə baxmaq çox məşhurdur. Müqəddəs İona kilsəsi köhnə əsrə aid olan kilsə Budvanın simvoludur. İçərisində qədim ikonlar və dini sənət nümunələri qorunur. Sveti Stefan adası Budvanın təxminən 6 kilometr məsafədə yerləşən Lüks Krot adasıdır. Əvvəllər balıqçı kəndi idi, indi dünyanın ən məşhur otellərindən biri Aman Sveti Stefan yerləşir. Budva Riverası təxminən 35 kilometr uzunluqda sahil zolağı, Montenegronun ən gözəl çimərlikləri buradadır. Mogren, Jazz, Slavyanski Plaza ən məşhurlarıdır. One
Və beləliklə sizə hər iki şəhər haqqında qısa, önəmli olan məlumatları verdim. Ümidvaram bura kimi videonu izləmisən. Əgər bura kimi izləmisənsə, çox təşəkkür edirəm. Var ol bu dəstəyin üçün. Təşəkkürlər ki, bura kimi izləmisən səbirlə, maraqla. Sənə yəqin ki, maraqlı gəldiyi üçün bura qədər izləmisən. Çox təşəkkür təkrar. Videonu da zəhmət olmasa like edərsən və kanala hələ də abunə deyilsənsə, abunə də olarsan, bir zəhmət. Və klubdan çıxırıq. Burada artıq mənim Montenegroda son günlərimdir. Biz birlikdə dostlarla vaxt keçirdirik. Niyə son deyirəm? Çünki mənim dokumentlərimin artıq vaxtı bitdiyi üçün mən ölkədən çıxmaq məcburiyyətində qalıram və burada biz gəzməyə bir şəhərdən digər şəhərə gedirik. Yol üstü maşınımızı, Rahib sağ olsun, maşınımızı Moykada yuyuruq və gəzmək üçün Budva şəhərinə, Kotordan Budva şəhərinə keçirik. Burada artıq mən avtovağzala gəlirəm. Burada uşaqlarla son şəkillərimi çəkirəm. Burada mən artıq avtobusdayam və hazırlaşıram, gedirəm Saray Bosniyaya. Oradan hava limanından bir gecə qalıb İstanbula uçacağam. İstanbuldan da Bakıya gələcəm və həmən Saray Bosniyada olan hostelimi hal-hazırda siz görüntülərdə görürsünüz. Bir gecə burada qalıram. Gecəliyi buranın 16 evrodur. Düz hava limanının tam yanındadır. Bu da artıq hava limanındayam və uçuşum üçün içəri daxil oluram. Burada hava limanının içini göstərirəm. Saat 6:52-dir, 7-yə qalır. Burada hələ uçuşumun vaxtına var deyə öz serialımı izləyirəm. Sahibsizlər. Burada tualetdə biraz əylənirəm və dostumla təsadüfən rastlaşıram Eminlə. Ona da buradan salamlar. Və artıq yavaş-yavaş öz samolyotuma doğru gedirəm. Burada artıq uzaqdan samolyotu göstərsəm də indi bu görüntülərdə samolyota doğru qalxıram, samolyota gedirəm. Və artıq samolyotumuza mindik. Uçuşumuza son dəqiqələr və burada artıq İstanbul hava limanındayam. Pegasusla ən zəhləm getdiyim hava yol şirkətidir Pegasus. Bu arada sadəcə qiymətlər münasib olduğu üçün məcbur halda ondan istifadə edirəm. Burada artıq Sabiha hava limanının içindəyəm, Duty Free-dəyəm. Həmən görüntüləri arxa fonda görürsünüz. Burada yenə də İstanbuldan Bakıya uçuşumu gözləyirəm deyə Əşrəf Röyaya baxıram. Baxdığım cəmi 2 serial var. Biri Sahibsizlər, biri də Əşrəf Röya və onları da 2 bölümə də hava limanında baxmış oldum bu gözlədiyim saatlarda. Burada artıq Bakıdayam, canım vətənim, Azərbaycandayam, hava limanında taksidəyəm. Burada artıq şəhərə gəzintiyə çıxmışam. Dayısının balaca cücələrini gəzməyə gətirmişəm şəhərə. Və yavaş-yavaş burada da videonun sonlarına gəlib çıxırıq. Sizə bu balaca cücələrimi tanış edib, son videoda son görüntüləri ilə videonu yavaşdan bağlayıram.
Burada Dəniz Molda əyləncə mərkəzinə gəlmişik və sıramızı gözləyirik. Mərkəzin içinə daxil olmaq üçün burada kameraya əl eləyirik və artıq mərkəzin içinə daxil olmuşuq. Əylənirik, atlanırıq, düşürük. Burada biraz dayısının oğlu tədirgin olur. Çünki uşaqlar şarları partladır və səs-küyü biraz bizi qorxudur, yüngülvari və dayısı buna bir çözüm olaraq onun üçün kənardan şar götürərək onu partlatmağı verir. Biz yenə partlatmırıq, dayımıza ötürürük şarı. Çünki o səs-küy hələ də bizi qorxuzur. Və burada dayımız şarı partladır və burada heç nə olmadığını göstərir və bundan arxayınlaşıb yenidən təkrar uşaqların yanına əylənməyə gedirik. Cihan, dayıya bak. Və bu videonun da sonuna gəldik, çatdıq. Bura kimi izlədinizsə çox təşəkkür edirəm, minnətdaram. Videonu like edib kanala da abunə olmağı unutmayın. Sağ olun, sevgi ilə qalın.